Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala nebina Muhammed ve ala alihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin əmə ba'd. Sözün düzü qardaşlar, mövzuya girməməzdən qabaq qəlbimdən keçən sizə bəlli etmək istəyirəm. O da Allah şahiddir ki, bugünkü toplantıya görə mən çox sevinirəm və sizlərlə xüsusən bir yerdə olduğuma görə çox şadam, özümü çox yaxşı hiss edirəm və eyni zamanda da bu toplantıya, bu süfrəyə zəhməti olan hər kəsə ürəkdən təşəkkür edirəm. Allahdan diləyirəm ki, malı, mülkü, zəhmət keçən hər kəsin Allah Taala malına, mülkünə, bədəninə, vaxtına bərəkət versin. Amin. Sonra mənim qardaşlarım, dinimiz baxımından müsəlman dinində, yəni İslam dinində olan təməl sayılan məsələlərdən biri də nəsihət tövsiyədir. Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisdə buyurur ki, müsəlmanın üzərində haqları var. Bunlardan biri gəlir ki, İdəstan saha əhədəkum əxahu fəlyansah ləhu. Sizdən birinizdən qardaşı tövsiyə olunmaq istəyərsə, ona tövsiyə etsin. Başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: İnnəd-dinən nəsihə, İnnəd-dinən nəsihə, İnnəd-dinən nəsihə. 3 dəfə. Din nəsihət dinidir, din nəsihət dinidir, din nəsihət dinidir. Həmçinin Allah Teala Quran-ı Kərimdə bunu bizlərə gözəl şəkildə xatırladır. Allah Teala buyurur ki: Fəzəkkir innəmə əntə müzəkkir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, xatırlat. Sən insanlara xatırladansın. Peyğəmbər s.ə.v bizim öndərimiz olduğuna görə, bizim nümunəmiz, başçımız olduğuna görə, bizim müəllimimiz olduğuna görə Allah Taala ona deyirsə ki, sən xatırlat, bu Peyğəmbərlərin vəzifəsi idisə, eləcə də Peyğəmbərlərin yolu ilə gedən bütün insanların xatırlatmaq tövsiyə vəzifəsidir. Və ən paxıl insan sayılır, əlindən gələn xeyri, nəsiyyəti başqasından qısan insan, başqasından etməyən insan, paxıl sayılır. Adətən insanlar arasında paxıl, əli açıq olmayan adama deyirlər. Hətta Peyğəmbər s.ə.v deyir ki, bir gün sahabələrə, siz bilirsinizmi paxıl kimdir? Deyirlər, ya Rasulullah, malını qısan insandır, malını verməyən insandır. Deyir, xeyr, paxıl o insandır ki, mən onun məclisində zikir olunan mənə salavat gətirməyəm. Yəni, dini məsələlərdə paxıllıq şoh eləmək ən böyük paxıllıq seçib olunur. Və həmçinin Allah Teala Quran-ı Kərimdə buyurur, əziz qardaşlarım, Peyğəmbər s.ə.v deyir ki, xatırlat möminlərə, iman əhlinə, Allaha inanan insanlara sən xatırlat. Allahın dinini, şəriətini, cənnəti, cəhənnəmi, Allahın qabağında duracağı günü, məhşər meydanını, insanlara Allah verdiyi nemətləri xatırlat və xatırlatmaq iman əhlinə fayda verir. Bizlər adətən gərək bunu biz adət halına deyil, ibadət olaraq adət halına çevirməliyik. Yəni o mənada ki, bu nəsiyyətlərdən, bu tövsiyələrdən çox istifadə eləməliyik. Bəzən insan, əziz qardaşlarım, tövsiyə olunmaq istəmir. Müəyyən səbəblərə görə və özünü kamil görür və yaxud da nəsiyyət edən insandan götürmək istəmir. Bu insanda olan ümumi xələldir. Və adətən insan köksünü açmalıdır tövsiyə qarşı, nəsiyyət olunanda qulaq asmalıdır və adətən də özü münasib zaman nəsiyyət tələb eləməlidir. Bugünkü gündə ən böyük qüsurları bu məsələdə görməkdəyik. Müsəlmanların toplumları var, qardaşların toplumları var, dəstələri var. Bəlkə də gedərsən, aylarla aralarında durarsan, eşitməzsən ki, bir qardaş bir qardaşı yanaşa deyə ki, mənim əziz qardaşım, bəlkə mənə cəmaat namazı haqqında tövsiyə eləsən. Xüsusən də öz məsələ cəmaat namazına riayət eləmirsən. Səhər namazını yatıb qalandırsa, baxarsan yatır və davam eləyir. Gəlib deməz ki, qardaşım, mən səhər namazını yatıram, bəlkə mənə bir nə olar, yol göstərəsən, bəlkə bir səbəbi olasan, bəlkə mənə xatırladasan. O birisi siqaret çəkir. Necə tərk eləmək lazımdır? Hansı yollardan istifadə etmək lazımdır? Onun aqibəti nədir? Görürsən, gəlib tövsiyə eləmir. Adicə yaşayır. Və aramızda olur. Və ortada tövsiyə əhli, elm əhli olur, elm tələbələri olur, qardaşlar olur. Və ola insan bunu eləmir. Ona görə bu ən böyük müsəlman toplumlarında olan ən böyük xələllərdən biridir. Çünki əziz qardaşlarım, Peyğəmbər s.ə.v dövründə belə deyil idi. Bizdən birimiz adicə barmağımız kəsiləndə
Bir balaca qan çıxanda, dəri ağrıdığı zaman ən birinci dərhal düşündüyümüz şey onun müalicəsidir. Qan itirməyək deyə, yara böyüməsin deyə, tez sağalaq deyə. Amma bir insan Allahın dinində xəstələnir, bunun müalicəsini axtarmır. Namazı qılırsanmı, orucu vaxtında tutursanmı, sən üzərinə düşdüyün haqq hüququ yerinə yetirirsənmi? Və demirəm, hamımızda, bütün bəşər, Adəm oğlu, hamısı xətəkardır. Peyğəmbər s.ə.v. Kullu bəni Ədəm xatta və xayrul xattainə təvvabun. Bütün Adəm övladı xətəkardır, hamı xəta eləyir. Ən xeyirli xəta eləyənlər tövbə edənlər. Biz adətən, heç kim bizdən kamil deyil. Xəta elə bilərik. Lakin bizdən tələb olunan bir şeydir. Xətamızı etiraf eləyək və sonra onun müalicəsini həkimlərdən axtaraq. Necə ki, mənəvi, maddi cəhətdən axtarırıq, kəsiklərimizi salatmaq üçün həkimlər. Hətta birimizin böyrəyimiz ağrıyanda ürək həkimini axtarmırıq. Axtarırıq ki, ən mahir böyrək həkimi kimdir? Nəyə görə tələf olardı, xarab olardı, ölərik deyə. Ağrı hiss edirik, amma din itirmək, əziz qardaşım, ondan da daha böyük müsibətdir. Və adətən burada iki şeydən irəli gəlir. İnsan nəsiyyət məsələsində göz yummaq, ya bir insanın öz kibirindən iləri gəlir, özünə sığışdırmır ki, kimdənsə nəsiyyət tələb eləsin, ya da o insanın qəflətdə olduğu, yəni o insan özünün xata elədiyini bilmir və yaxud da bilir, özünü cahilliyə vurur. Qısacası, əziz qardaşlarım, sizlərə bu toplantımızda qısa olaraq tövsiyə etmək istədiyim bir şeydir. O da, biz bir müsəlman olaraq necə izzətlənə bilərik? Müsəlmanların izzəti harada ola bilər? Bugünkü gündə yaşadığımız bu əsrdə get-gedə görürük ki, müsəlmanların arasında böyük zillətlər yaşanır. İslam ümməti tapdalanır. Və ümmət adətən bir daş kimi deyil, bir qaya dağ kimi deyil ki, toplanıb bir ümmət, bir şeydir. Ümmət xırda-xırda insanlardan ibarətdir. Ümmətin, əziz qardaşlarım, güclənməsinə səbəb olan ən birinci əqidənin sağlamlığıdır. İnancın doğru üzrə olmasıdır. Bir müsəlman doğru inanc sahibi olmadıqca, əqidəsi sağlam olmadıqca, onun inancı Allahın nazil etdiyi kitaba və göndərdiyi Peyğəmbərin hədislərinə uyğun olmadıqca, o insan heç vaxt izzətlənə bilməz. Həm fərdi şəkildə, həm də bir cəmaat olsa, dövlət olsa, ölkə olsa, kənd olsa, şəhər olsa, hara olur olsun, toplumun əqidəsi xarab olarsa, onlara da Allahın izzəti gəlməz. Buna həm kitab sübutdur, həm sünnə, həm icma, həm də tarix buna şahiddir. Allah Teala Quran-ı Kərimdə buyurur, İn tansurullaha yansurkum və yuthabbit aqdamakum. Əgər siz Allahın dininə kömək eləsəniz, Allaha yardım eləsəniz, Allah da sizə kömək eləyəcək. Allah Teala sağ demir ki, kömək elə mən yaratdığım şeylərdə, mən insanları rızıqlandırdığımda kömək elə, insanların ölümündə və həyatında Allah Teala bunu demir. Allah Teala onu deyir ki, kim doğru əqidə üzrə yaşayarsa, inancını doğru məstərdən alaraq yaşayarsa, Allah ona kömək eləyəcək. Başqa bir ayətdə Allah Teala buyurur, وَلَيَنْسُرَنَّ اللّٰهُ مَنْ يَنْسُرُهُ. Kim Allahın dininə kömək eləyərsə, Allah ancaq ona kömək eləyər. Yəni, sən doğru əqidə sahibi olarsansa, əqidəni, inancını Allah nazil edən kimi öyrənərsənsə, onda o zaman harada olursan ol, Allah sənin köməyin olacaq. Və insanların, əziz qardaşlarım, əqidə sağlamlığı məsələsində adətən təsəvvürümə görə iki yöntəmdən xat edirlər. Birinci yöntəm, əziz qardaşlarım, bu daha təhlükəlidir. Doğru əqidəni öyrənməmələrinin səbəbi müsəlmanam deyə. Ata-baba söhbətini ortaya qoymaları və yaxud da ölkədə gedən adətən qədimi din olaraq, el adəti, ənənə olaraq onun dalıyla getməkdir. Yəni ki, mühit deyək. İkinci səbəbi də, əziz qardaşlarım, bir insan əqidəni öyrənincə məşvərət və məsləhətsiz şəkildə gedib kör-körənə insanların elm alması ilə iləri gəlir. Adətən mühitin təsiri o birisindən daha çoxdur. Tutaq ki, bir insan elə bir toplumda yaşayır ki, hamı gedib qəbrə ibadət edir. Atası, babası, nənəsi, dayısı, xalası, hamısı. Gözünü açır və dırnaqları onu görə-görə böyüyür. Sən sabah birisi gün gətirib Allahın kitabını onun qabağına qoyub şərh eləyəndə, deyəndə ki, Allahın kitabında bu şey belədir, Peyğəmbər s.ə.v hədislərində belədir, onda sənə iki dənə rədd qaytarır. Sənə iki dənə şübhə ilə səni rədd edir. Birincisi deyir ki, həm bu belədirsə,
bizimkilər bunu niyə demir? İkincisi də deyir ki, qardaşım, bu məsələ biz gözümüzü açmışıq, bunu belə görmüşük. Amma əziz qardaşlarım, Quran-ı Kərimdə Allah Taala zəlalətdə olan ata-analara uymağı qadağan eləyir. Zəlalətdə olan qəbilələri, nəsil köklə öyünməyi Allah Taala qınayır. Çünki biz insanlar məhşər meydanında toplandığı zaman sən əgər doğru inanc sahibi olmamışsansa, heç bir insan sənə gəlib kömək elə bilməyəcək. Hətta Bəni İsraildən rivayət var ki, Musa aleyhissalam məhşər meydanına gəldikdə deyəcək ki, ya Rabbi, nə atamı soruşmuram səndən, nə anamı, nə də övladlarımı. Sadəcə mənim nəfsimi qutar yenə, özümü qutar yenə. Durum çətin olacaq. Ona görə şəriətdə belə bir qayda var ki, el adəti qəbul olunur. Şəriətə zidd olma, o əgər şəriətə zidd deyilsə. Şəriətə zidd olmamaq şəraiti ilə. Bir yerdə bu dəqiqə baxırıq, əziz qardaşlarım. Məsələn, kim yerdə baxırsan kənddir, şiəlikdir, kim yerdə kənddir, sufilikdir, kim yerdə sünnilikdir, kim yerdə belədir. Adətən, o insanların alışmadığı bir inancı ortaya gətirdiyin günü, doğru inancı, insanlar onu çox sərt şəkildə rədd edirlər. Amma bu ən böyük xələldir, o da ikinci bayaq dediyim şərt bunu açıqlayır. Əgər bir insan doğru inanc sahibi olmaq istəyirsə, mütləq doğru inanc sahiblərindən elm almağa çalışmalıdır. Yəni, bunu nə ilə bilməlidir? Onu bilməlidir ki, bu inanc Allahın endirdiyindən başqa bir şey deyil. Bizim nə atamız, babamız peyğəmbər olmayıb, yəni ki, hansılar ki, deyirlər, ata-babadan gəlir, nə də kəndin belə mollaları deyər, öndərlər deyər, peyğəmbərlərin çoxusu əksər vaxtlarda davamçıları olmayıb. Çünki əslində Qafqaz ölkələrində, bugünkü gündə müsəlmanlarda olan xələlin səbəbləri biri nədir? Sovet hökumətində din uçurulubdur. İnsanların içindən din qanundan çıxardılıb atılıbdır. Sadəcə insanlara xurafi, düzgün olmayan şeyləri tətbiq eləməyə imkan veriblər. Və adətən olan müsəlmanların arasında firqələr yaradıblar, ədavət yaradıblar, düşmənçilik yaradıblar. İzin veriblər ki, şiə mollası çıxsın danışsın, sünni mollası çıxsın danışsın, qoy bir-birlərini qırsınlar. Və eyni zamanda da dindir tapdalanan. Amma istər şiəsi olsun, istər sünnisi olsun, istər başqa firqələr olsun, qabaqlarına haqqı tapmaq üçün bir dənə örnək qoyarlarsa qayda ki, Allah bir şey demədikcə mən ona inanmazam. Allah bir şeyi tələb eləmədikcə onu etməzəm və ta Peyğəmbər sallallahu aleyhi ve səlləmdən bir şey haqqında məlumat olmadıqca və o məlumatı Peyğəmbərin sahabələri necə anlamadıqca mən onu anlaya bilməzəm. Bəzən görürsən, məsələn, şiələrdə belə bir şey var, deyir ki, filan müctəhiddir. Nə deməkdir müctəhiddir? Sən onun yanında danışma haqqın yoxdur. Sən mürtədd olarsan birdən. Sən gedib müctəhidə, Əmmamə Taxanın birinə desən ki, şeyx, sən bizə deyirsən ki, əhl-i beytdən istəmək olar, amma Allah Teala Quran-ı Kərimdə bunu qadağan eləyir. Onda desən, onlar deyir ki, onda sən mürtədd oldun. Yəni, İslam dairəsindən çıxdın, çünki müctəhidin qabağında artıq söhbət elədin. Sən onda nə edeyim? Deyir, get, tövbə elə, kəlmə şəhadətini təzələyin. Adətən belə olduğu üçün onlar xüsusiləşdirirlər elmi müəyyən şəxslərdir. Amma İslamda belə bir şey yoxdur. İslamda hürriyyət var, azadlıq var. Və hər kəsin haqqıdır, gedib Allahın kitabını araşdırsın, Peyğəmbər sallallahu sünnəsini araşdırsın. Amma bir şərtlə, biz adətən Quran-ı Kərimin içindəki ayətləri başa düşə bilmədiyimizə görə və yaxud başa düşməkdə çətinlik çəkdiyimizə görə və yaxud ayətlərin hansı səbəb üzrə enməyindən xəbərdar olmadığımıza görə, hədis isnadının səhihliyi və zəifliyindən beyxəbər olduğumuza görə, adətən hansı ayənin hansı mənanı verdiyinə sahabələrə baxmalıyıq. Peyğəmbər s.ə.v-in ətrafında yaşayan 10 minlərlə sahabələr Peyğəmbər s.ə.v ayətlərin, hər ayətin içində əhatə etdiyi mənaları ümmətə rivayət eləyərlərdir. Gələrlər, dərlərdir ki, ya Rasulallah, Allah Teala bu ayədə nə deyir? Peyğəmbər s.ə.v onları açıqlayardı. Və sahabəyə. Deməli, burada xələl bir nöqtədədir. Əgər bir insan bu dini, bu şəriəti, Allahın kitabını və Peyğəmbər s.ə.v hədislərini sahabələrin anladığı kimi anlamamağa çalışarsa və özünün daha müctəhid olduğunu və yaxud onlardan sonra, əsrlər boyu sonra gələnin biri daha onlardan doğru dediyini düşünərsə, o insan qəbrə əqidətsiz şəkildə gedər. Doğru əqidə sahibi olmadan bu dünyadan həlak olub gedər.
Ona görə bugünkü gündə Peyğəmbər s.ə.v dövründən bura kimi 1432 il keçib. Bugünkü gündəki etibarlı alimlərin gedib yazdığı kitablara baxsaq, məclislərində oturub ayətlərin təfsirini dinləmək istəsək, baxarıq ki, bir dənə ayətdə fikirlərini yürütmürlər, ta sahabədən o barədə bir məlumat gətirmədikcə. Özlərindən də demirlər, sahabə belə dedi. O sahabənin sözünün ta isnadını öyrənmədikcə. Tutaq ki, gəlir, deyirlər ki, Abdullah rivayət eləyir Ənəs ibn Məlikdən, Peyğəmbər s.ə.v bu ayətin şərhində belə dediyini. Biz baxırıq, Abdullah kimdən rivayət eləyib? Abdullah rivayət eləyib Həsəndən. Həsən rivayət eləyib Hüseyndən. Hüseyn rivayət eləyib Abdülməlikdən. Misal ki, baxırıq bunun həyatına ki, bu insan öz dövründə mötəbər insan olub bu. Yalan danışan insan olub bu. İftiracı insan olub bu. Fasiq mı olub? Yoxsa əməli salih insan mı olub? Əgər bunda öz dövründə yaşayan alimlər hamısı əla desə, sonra baxırıq Həsənə, sonra Hüseynə, sonra Abdülməlik. Bu isnadda olan, Peyğəmbərin sahabəsinə kimi olan kişilərin hamısı yaxşı yer tutmuş olarsa, sonra elm əhli deyir ki, Peyğəmbər bunu belə deyir. Yalana ehtimal olmadığı zaman. Çünki yoxsa qorxarlar. Amma bəzi firqələr var, problem deyir onlarda hədis rivayət eləmək. Qayda qoyublar ki, dinə xeyir gətirən hər şey deyə danışmaq olar. Tutaq ki, biri çıxardır, qarpız satır. Qarpızına klient tapmayanda hədis uydurur. Deyir Peyğəmbər s.ə.v deyir ki, qarpız şəfadır. Kim onu alarsa, dərddən bağdan qutarar. Kim rivayət eləyib? Cəfər-ü Sadiq rivayət eləyib. Vəssalam. İmamın da adını da çəkir. Cəmaat da deyir ki, belə bir rivayət var. Amma bunu demək rahatdır mı? Rahat deyil. Amma bunu deyən insanlar adətən buna alışır. Və bəzi firqələrdə hədis isnadı yoxdur. Əsla yoxdur. Və hədis isnadını araşdırmaq mürtədd olmağın səbəblərindən biridir. Hətta qapı bağlansın deyə. Məsələn, xüsusən bu şey məşhurdur bəzi şiə firqələrində. Gedib soruşsan ki, bunun bir dənə isnadını mənə xırdala, içində olan kişilərin kimlər olduğunu mənə de, yəni hətta hədisin səhih olduğunu bilim, sənə deyər ki, mürtəd oğlu mürtəd. Sən kimsən ki, gəlib mənim qabağımda bu qədər söhbət edirsən? Mən yetmərəmmi sənə, inanmırsanmı mənə? Bəzən onlarla xırda mübahisələrimiz olanda qarşılaşıram. Adətən insan söhbət eləyəndə təqdim edir ayətlər, hədisləri. Və ayətlər, hədislər üzrə danışır. Və insanın kimliyi önəmli deyil, əsas danışılanın yəni ki, doğru söhbət olması lazımdır. İlk təqdim eləyəndə belə başlayırlar. Mən, filan, alim, müctəhid, filan. Hətta bir dəfə birinlə mən söhbət eləyəndə 2 dənə idi. Birine dedim ki, qardaş deyirəm, bu məsələ, sən deyir, ədəbsiz olma, tərbiyəsiz olma, sənin qabağında alim durub deyir. Deyirəm, doğru deyir, bəs nə görmürsənmi? Amma bu belə şeylər var. Sadəcə söhbəti, əziz qardaşlarım, ona gətirirəm ki, yəni insan, təəccüb elədiyim bir şey var insan həyatında. O da odur ki, baxırsan bir insan mühəndis olur, böyük profesor olur, böyük məharətlə iş sahibi olur. Dünyavi elmlərdə gedib qimməyə çatır, zirvəyə çatır, amma dini məsələlərdə balaca uşaq ondan daha zəkalıdır bəzən. Hamısı bunların təsəvvür xəfifliyinə görədir. Təsəvvüründə zəiflik var. Adətən belə şeylərə inanırlar. Ona görə baxın, qaydadır. Bir məsələyə əhl-i sünnə vəl cəmaa inanmır, ta o məsələdə kitab və sünnədə dəlil olmadıqca və o dəlil anlayışı sahabələrin anlayışına uyğun olmadıqca. Olmayandan sonra ona inanmırlar. Amma bəziləri, başqa firqələr belə deyil. İnanırlar, ondan sonra dəlil axtarırlar. Xeyr, biz dəlil olmadıqca inanmırıq. Deməli, əziz qardaşlarım, istər fərdi şəkildə, istər cəmaat şəkilində, müsəlmanların izzətinin səbəbi doğru əqidəni almalarıdır. Doğru əqidə üzrə böyümələridir. Xüsusən də inanclarını Allahın kitabına və Peyğəmbər s.ə.v-in sünnəsinə, sahabələrin anlayışına qurmalıdır. Bu olmadıqca insan heç vaxt doğru əqidə sahibi ola bilməz. Bu birinci məsələ. İkinci məsələ, həmçinin müsəlmanların izzətlənməyinə, mehriban olmaqlarına, İslamı gözəl şəkildə yaşayıb
və başı tik şəklində yaşamaqlarının ən böyük səbəblərdən biri qardaşlığa fikir verməkdir. Bu da əziz qardaşlarım, itirilmiş neymətlərdəndir İslam cəmiyyətlərində bugün. Qardaşlıq yaşanmır. Və parça-parça olur hamı. Adətən biz insanlar olmayanda şikayət edirdik ki, cəmaat yoxdur. Biraz cəmaat toplanandan sonra da başlayır parçalanmaq. Bayaq şikayət edirdik insanların azlığından, bugün insanlar var, amma birədlik yoxdur. Ona görə bu keçmiş İslam düşmənlərinin İslama qurduğu hilələr idi. Ki, çalışın, İslama girən olmasın. Əgər qabağını ala bilməsəniz, onlar İslama girsələr, onda onları tapdalamaq üçün ortalarını ixtilaf salın. Əziz qardaşlarım, ixtilaf olmalıdır. Bu ümmət, bu insanlar ixtilafsız yaşaya bilməz. Sual çıxa bilər ki, nəyə görə? Ona görə ki, sənin boyun fərqli olduğuna görə, kimi hündür, kimi alçaq, yoğun, arıq, insanların düşünmə tərzi də fərqlidir. Ona görə bir məsələ ortaya çıxanda mən belə düşünürəm, sən belə düşünürsən. O belə düşünür, bu birisi belə düşünür. Amma şəriət bunu insanların ağlına mı qoyubdur? Qoymayıb. Allah Teala hətta ixtilaf düşməsin deyə əqidədə də, fikirdə də, qardaşlıqda da, başqa məsələlərdə də kitab nazil edib. Allah Teala Quran-ı Kərimdə buyurur: "Va'tasimu bihablillahi cemi'an və la tafarraqu." Allahın nazil etdiyi ipinlə möhkəm yapışın. Kitabdan, sünnədən, konkret şəkildə dinindən və başqa firqələrə bölünməyin. Peyğəmbər s.ə.v Həccətül Vədada, vəda haccında insanların toplandığı bir məqamda bu nöqtəni unutmur. Və bunu dəfələrlə deyir, ey Allahın qulları, qardaş olun. Və bir-birinizin boynunu vurmayın. Və bu onu göstərir ki, əziz qardaşlarım, ixtilaf çox olarsa, müsəlmanlar hətta bir-birlərinin canına qıya bilərlər. Adətən, Allah Teala da bunu Quran-ı Kərimdə buyurur: İnnəməl mu'minuna ixva fə aslihu beynə əxveykum. Həqiqətən möminlər qardaşdılar və qardaşlarınızın aralarını islah eləyin. Ortaya ixtilaf çıxdısa, çözün. İxtilaf böyüməsin. Müsəlmanlar parçalanmasın. Ona görə bu birlik olsun deyə cəmaat namazı vacib olub. Bu birlik olsun deyə cümə namazı vacib olub. Bu birlik olsun deyə bayram namazı qılınmağı tövsiyə olunub. Bu birlik olsun deyə, əziz qardaşım, məqsədlərdən bir hac ibadəti vacib olub. Və s. kimi ibadətlər hətta parçalanmaq baş verməsin deyə. Umar ibn Xattab radiyallahu anhu öz xilafəti dövründə hər namazdan sonra səhvlərə baxardı bir-bir. Kim olmasa gedib qapını döyərdi, eşə çıxardardı. Niyə sən cəmaatdan bugün ayrıldın deyə. Bir gün səhər namazında bir sahabəni görmür. Gedir çağırır. Anası çıxır, yaşlı anası. Deyir ki, hana filan. Deyir, ey Xattabın oğlu Ömər, səhrə kimi təəccüd namaz qılıb və səhər namazına yaxın gözü allanıb yatıb qalır. Deyir, and olsun ki, bizimlə cəmaat namazını bərabər qılması onun bütün gecə qıldığı namazından daha üstündür. Niyə Umar ibn Xattab axtarırdı gedib bir-bir? Çünki əziz qardaşlar, müsəlmanların arasında səhvin bölünməsinə izin vermirdi. Olmamalıydı bu. Peyğəmbər s.ə.v həyatı bizə ən böyük örnəkdir. Peyğəmbər s.ə.v Məkkədə gizli dəvət eləyərkən sahabələrə ilk çatdırdığı şey nədir? Dedi, İslam dinində qaranın ağın üzərinə, ağın qaranın üzərinə fəziləti yoxdur. Hamımız Allahın quluyuq. Hamımız Adəm əleyhissalamın olmuşuq. Adəm əleyhissalam da Allah da torpaqdan yaradı. Buna dəvət eləyirdi. Rəngə dəvət eləmirdi. İrqə dəvət eləmirdi. Nəslə kökə dəvət eləmirdi. Tərəfkeşliyə dəvət eləmirdi. Bir dinə dəvət eləyirdi Peyğəmbər s.ə.v. Və ilk Mədinəyə hicrət eləyəndə ilk gördüyü əməl də bu idi. Peyğəmbər s.ə.v bütün mühacirlərlə ansarları bir-birinə qardaş eləyir. Elə-belə qardaş yox. Hətta bir ansar öldükdə mühacir onun varisi olurdu. Bir mühacir öldükdə ansar onun varisi olurdu. O səviyyədə. O qədər onların arası mehriban idi. Onlar bir-birlərini qırmazdılar. İxtilaf düşərdi. Hətta bir dəfə Umar ibn Xattabla Buxaridə gəlir hədis. Abu Bakr radiyallahu arasında ixtilaf düşür. Və Umar ibn Xattab gedir, evinə girir, qapını yerlə örtür. Gəlir Abu Bakr radiyallahu Peyğəmbər s.ə.v yanına. Peyğəmbər s.ə.v Abu Bakrın üzündə kədər görür. Nairazılıq görür. Və deyir ki, nə olub sənə? Deyir ki, ya Rasulallah, mən Abu Bakrı qırdım. Qıran Abu Bakr deyil idi.
qırılan idi. Amma deyir ki, mən onu qırdım. Öməri qırdım. Amma Ömər radiyallahu anh qırmışdı Əbu Bakrı. Nəsə olmuşdu mübahisə. Və özünü günahkar çıxardır və Peyğəmbər s.ə.v-in həll istəyir ki, mən necə eləyim? Peyğəmbər s.ə.v qəzəblənir. Sahaba deyir ki, mən Peyğəmbərin o günə kimi elə qəzəblindiyini görməmişdim. Dedi ki, gedin Xattabın oğlu Öməri buraya çağırın. Dedi ki, məni insanlar Məkkədə tək qoyduğu günü, siz hamınız mənə inanmadığınız bir gün, bu mənə inandı. Siz məni tək qoyduğunuz gün, bu mənim hicrət dostum oldu. Və s. kimi Ömər ibn Xattabın fəzilətlərini sayır Peyğəmbər s.ə.v. Hətta Ömər ibn Xattab ağlayır, oturur ağlayır. Deyir, ya Rasulallah, ona deyinən mənə halallıq versin. Və orada məsələ bitir. Və bu saniyələrin arasında olan söhbət olur. Əziz qardaşlarım, onlar qardaşlığın nə dərəcədə Allah qatında dəyəri, önəmi olduğunu bilirlərdi. Və parçalanmağın da nə qədər təhlükəli olduğunu bilirlərdi. Və qəti şəkildə buna izin verilmirdi. Hətta baxın, Peyğəmbər s.ə.v hədisdə buyurur ki, Lə yu'minu əhadukum, Buxaridə gəlir hədis və Muslimdə gəlir. Lə yu'minu əhadukum həttə yuhibbə li əxihi mə yuhibbuhu li nəfsi. Sizdən biriniz iman etmiş olmaz Allaha. Yəni imanı kamil olmaz, özünə istədiyini bir müsəlman qardaşına istəmədikcə. Sizə bir məsəl danışım. Bir gün Əbu Hüreyrə acır. Gəzir, yemək hardadır. Gedir Əbu Bakrın qapısını döyür. Salam aleykum və aleykum assalam. Nə lazımdır? Heç nə. Yemək yoxdur. Gəlir Ömər ibn Xattabın qapısını döyür. Gedir, heç kimdə yemək yoxdur. Peyğəmbər s.ə.v evinə getməyə utanır. Amma acdıqdır. Deyir, yox, gedib yenə Peyğəmbər s.ə.v istəyir. Gedir Peyğəmbər s.ə.v-in qapısını döyür. Peyğəmbər s.ə.v gecənin bu saatında nə istəyirsən Əbu Hüreyrə? Deyir, acmışam ya Rasulallah. Peyğəmbər s.ə.v evində bir tas, bir qab süt olur. Başqa heç nə. Nə un yoxdur, nə xurma yoxdur, nə ət yoxdur, nə heç nə yoxdur. Bir tas xurma. Əbu Hüreyrə deyir, sənə bəsdir bu. Deyir, idarə elərəm ya Rasulallah. Deyir, səndən başqa Mədinədə ac insan tanıyırsanmı? Deyir ki, var. Kimdir? Deyir, Ashab-ı Suffa. Qabaq səfdə duranlar var idi. Oradan ayrılmırlardı axşama kimi. Gecə, günüz qabaq səfdə idilər. Deyir, onlar hamısı acdır. Deyir, get onları da çağır yeməyə. Adətən etiraz gəlir ki, ya Rasulallah, bu mənə yetmir, mən ac adamam. Mən gedim cəmaat hara gətirim? Gedir, hamısını gətirir. Və Əbu Hüreyrə qabaqda durur. Peyğəmbər s.ə.v keç axırdadır, deyir. Əbu Hüreyrəyə. Əbu Hüreyrə deyir, subhanallah, yemək istəyəm, mən də getdim axıra, mənə nə çatasdı orada? Ashab-ı Suffan hamısı sıraya düzülür, əziz qardaşlarım. Baxın, Peyğəmbər s.ə.v sahabələr nəyə öyrədirdi? Qardaşlıq mühüm şeydir. Bir-bir içirlər. Allah Taala dua edir Peyğəmbər s.ə.v, ya Rabbi, bunların rızqısını azaltma deyə. İçir. O çörək çatanda Əbu Hüreyrəyə gözünün altı ilə baxır ki, görəsən içində nəsə qalıb bu bunun. Görür ki, doludur. Verir, Əbu Hüreyrə içir. Peyğəmbər s.ə.v yenə içir. Yenə içir. Hətta deyir, Peyğəmbər s.ə.v əli ilə tutur, belə ağzına tökür. Əbu Hüreyrə deyir, ya Rasul, Allah'ın olsun ki, buramatan gəlib deyir, süt. Yox, hayır. Peyğəmbər s.ə.v sahabələrə bunu öyrədirdi ki, bir şey oldusa, qardaş kimi yaşamalısınız. Ona görə az idi sahabələrin sayı. Amma bir yerdə sahabələr başı aşağı şəkildə, rəzil şəkildə yaşamırlardı. Tik yaşayırlardı, ölənə kimi də tik öldülər. Yerin məşriqindən məğribinə, şimalından cənubuna İslamın nuru günəşin şoyğundan daha iti çatırdı. Və böyük ordular müsəlmanları yenə bilmirdi. Ayaq yalın müsəlmanları dəmir paltarında olan kafirlər yenə bilmirdi. İzzət var idi müsəlmanlarda, səbəb qardaşlığı idi. Əziz qardaşlarım, bu həm izzətin səbəblərindəndir, həm də İslamın güclənməsinin səbəblərindəndir. Bir insan çevrədə sevgi, məhəbbət görməyəndən sonra adətən istiqanlı olmur, yapışqanlıq olmur. Adətən ortada nifir oyanır və s. kimi parçalanma mələ gəlir. İslam dini bunu qadağan edir. Paylaşmağı, istər dünyavi, istər nə varsa paylaşmaq lazımdır. Müsəlmanın qədrini, qiymətini bilmək dinimizdə olan ən imanın yüksək təbəqələrindəndir. Yəni, müsəlmanın qaydına qalmaq, müsəlman haqqında düşünmək və s. kimi. Həmçinin, əziz qardaşlarım, izzətin səbəblərindən müsəlmanlar
parçalanmağa səbəb olan nə varsa, hamısını dəf eləməlidirlər. Rədd eləməlidirlər. Parçalanmağa səbəb olan heç bir şeyə imkan verib şərait yaratmamalıdırlar. Birincisi, ən böyük parçalanmağa səbəb olan müsəlmanların arasında gəzən nəmimətdir. Söz gəzdirmək. Buna hədis var. Peyğəmbər s.ə.v deyir ki, Lə yədxulul cənnətə qattət. Hədis Buxaridədir. Deyir, cənnətə söz gəzdirən insan girməyəcək. Nə deməkdir bu? İslam aləmində bu böyük bəlalar törədir. Alimlərin arasında fitnə yayır. Elm əhlinin arasında fitnə yayır. Elm tələbələrini bir-birinə düşmən eləyir. Parçalanır aləm bir-birinə. Baxırsan ağzından söz çıxır, onu götürür aparır, ona yayır. Üstə də falçılar bir şeyin üstə onluq qoyan kimi, baxırsan müsəlman da birinin üstə onluq qoyub danışır. Və bəzən deyilən söz olur, amma yaylası söz deyil. Bəzən deyilməyən söz olur, sənin adınla gəzir. Umumən müsəlmanın üzərinə düşən şey nəmmamlığın qarşısını almaqdır. Bir sözü eşitdinsə, qardaşım, bunu saxla və gedib nəmmamlıq eləmə. Və bil ki, müsəlmanların parçalanmasına, dağılmasına və fitnə fəsadın girməsinə səbəb olacaqsan. Və bunu dindir deyib, haqdır deyib, üstə düşüb özünü aldatmayın. Əgər bu belə olmasaydı, Peyğəmbər s.ə.v o insanın cənnətə girməyəcəyini deməzdi. Lə yədxulul cənnətə qattət. Nəmmam insan, söz gəzdirən insan cənnətə girməyəcək. Və əziz qardaşlarım, həmçinin ən böyük bəlalardan biri nəmmamlıqdan daha betər olan qeybətdir. Adətən, bu da çox yayılır. Bu da parçalanmanın səbəblərindəndir. 4 müsəlman, 5 müsəlman, 5 nəfər bir yerə gəldi mi, 6-cıdan danışırlar. Hamısı 3 yerə 3 oldularsa, bu 3 olar, o 3-ündən danışır, o 3-ü bu 3-ündən danışır. Qeybət etmək, nəmmamlıq, yalan danışmaq, böhtan etmək, bunların hamısı fasiqlərin sifətindəndir. Dindən uzaq olan insanların sifətindəndir. Və sizə vaxt keçdiyinə görə söhbəti uzada bilmirəm. Son tövsiyəm etmək istəyirəm, əziz qardaşlarım. O da bu ayətə tətbiq eləməlidir. Hər bir müsəlman. Ya əyyuhəl-ləzīnə əmənu, in cəəkum fəsiqun binəbəin fətəbəyyən. Belə bir dövrdə yaşayırıq vallahi. Və bunu təhqir eləməmək lazımdır. Ey iman gətirənlər, sizə bir günahkar insan, fasiq birisi xəbər gətirdikdə, onu təsdiqləməmiş inanmayın. Sən demə, mənim dostumdur bu. Sən demə, mən buna güvənirəm. Sən demə, bu insan elmlidir. Sən demə, bu insan və s. Hər şey nəfs ortaya girib, sən düşünə bilmədiyin kimi ola bilər. Mən də danışa bilərəm, sən də danışa bilərsən, o qardaş da danışa bilər. Və bunu bəzən insan qəsdən elə bilər, bəzən qəsd olmadan ola bilər, cahillikdən ola bilər. Amma sənin vəzifən nədir? Sənin vəzifən, bu dəqiqə alimlərin əsas böyük problemlər nədir? Alimlərin arasında fitnə salmağın 2 şeydir. Birincisi, alim demədiyi sözü onun adı ilə nəql eləmək, nəql eləyirlər. İkincisi də alim deyib qəsd eləmədiyi şeyi onun belinə qoyurlar. Bu 2 şey var. Bunu da adətən insanlar seçə bilmir. Ona görə əziz qardaşlarım, baxın, ayət kimə gəlib? Ayət sahabələrin birinə nazil olub və heç kəs də bugünkü dövrdə sahabələrdən üstün deyil. Bu dövrün ən imanlı insanı, ən Allaha yaxın olan insanı heç sahabənin dırnağına belə dəymir. Peyğəmbəri bir dəfə görmüş olan insanın heç dırnağına dəymir. Çünki Peyğəmbərin bütün sahabələri, hamısı cənnətə girəcəklər. Bizim əqidəmiz budur. Hamısı cənnətə girir, hamısı cənnət əhlidir. Allah Quran-ı Kərimdə deyir ki, Allah onlardan razı oldu, onlar da Allahdan. Biz sahabələri söymirik, sevirik. Peyğəmbər s.ə.v sevirik. Peyğəmbər s.ə.v əhl-i beytini sevirik. Peyğəmbər s.ə.v sahabələrini sevirik. Hətta öz valideynlərimizdən daha çox. İslam dinində elə bir kitabı yoxdur ki, orada Peyğəmbər haqqında, onun ailəsi, əhl-i beyt haqqında, sahabələr haqqında yazılmasın. Bəzən görürsən, iftira olunuruq, əziz qardaşlarım. Bəzi firqələrdən diyor, biz əhl-i beyti sevmirik. Onları qarşı tərbiyəsizlik eləyirik, sayğısızlıq eləyirik, hörmətsizlik, mərfətsizlik eləyirik. Allah'ın da olsun ki, bu iftiradan başqa bir şey deyil. Peyğəmbər s.ə.v və onun ailəsindən olan iman əhli kim varsa, onları öz canımız kimi sevirik. Və biz onu sevməklə Allaha yaxınlaşırıq. Ona görə bunu deyirəm ki, bugünkü gündə sən bir insan olaraq qulağına bir xəbər çatdı mı, kimin haqqında olursa olsun, o xəbəri qəbul eləmə ta o adam onu təsdiqləmədikcə. Misal üçün,
Əgər sənə deyirsə ki, bu qardaş Abdullah deyirsə ki, burada Muhammed belə dedi. Onda o zaman onu saxla. Məhəmməd də buradadır. Ona deyinən ki, sən ondan eşitdim, desə eşitmişəm. Əlhəmdülillah telefon var, internet vasitələri var, kütləvi informasiya vasitələri var. Qardaş nə əlaqə saxla ki, mən sənin haqqında filandan belə bir şey eşitdim, doğrudur. Məsələ orada çözülsün. Örtülüb bastırılmasın. Sənə bir adam gəldi, dedi ki, sünnilər əhl-i beyti sevmir. Onun qolundan tut deyilən hansı sünnü? Və sünnilərin hansı kitabında yazılıb bu? Qoy sənə gətirsin istat, dəlil, əgər haqdırsa. Yoxdur qardaşlar, əziz qardaşlarım. Allaha and olsun ki, əhl-i sünnənin əqidəsinin ən təməl məsələlərindən əhl-i beyti sevmək. Peyğəmbər s.ə.v-in əhl-i beytini sevmək. Bu sevinclə Allaha yaxınlaşır. Və burada sahabəni gətirirəm, ayət sahabəyə görə nazil olub. Peyğəmbər s.ə.v göndərir ki, get filan yerdən zəkatı topla gətir. Nəysə ərinir. Ərincəkliyi ucbatından gəlir, deyir ki, olmadı ya Rasulallah. Peyğəmbər s.ə.v qoşun hazırlayır ki, gedib onlardan zəkatı alsın. Ayət nazil olur ki, hər xəbər gələndə onu təsdiqləmə, ta onu subut eləmədikcə. Aydındırmı? Ona görə, əziz qardaşlarım, əgər müsəlmanların arasında olan fitnənin qabağını almaq istəyirsənsə, müsəlmanlar toplumunda sülhün olmağını istəyirsənsə, qardaşlıq möhkəm olub, İslam gözəl şəkildə yaşanmağını istəyirsənsə, bu dediyim tövsiyələrə, nəsiyyətlərə tətbiq eləməyə çalış, riayət eləməyə çalış. Doğru əqidə örgən. Və eyni zamanda Peyğəmbər s.ə.v sahabələrinin qədrini, qiymətini bilginən. Və Peyğəmbər s.ə.v sünnəsini, hədislərinə hörmət, mərfət göstərginən. Ondan sonrasında qardaşlığı yaşamağa çalışginən. Nəmmamlıqdan, qeybətdən, yalandan, iftiradan, böhtandan uzaq durmağa çalış. Və sənə gələn xəbərləri təsdiqləməmiş, sən onu qəbul etməginən. Allah daldan istəyirəm ki, qəlblərimizi birləşdirsin. Və bizləri bir-birlərini Allah üçün sevən bəndələrini etsin. Bir-birimizə qarşı qəlbimizdə olan kini, həsədi, paxıllığı və bütün nə çirkinlik varsa Allah onu qəlbimizdən çıxartsın və yerinə iman, ixlas, sevgi, məhəbbət doldursun. Bilmədiklərimiz öyrətsin, bildiklərimizə ixlasla əməl etməyi nəsib eləsin. Uca Allahın gözəl adları ilə və uca sifətləri ilə diləyirəm ki, əziz qardaşlarım, sözlərimizdə və əməllərimizdə ixlas nəsib eləsin. Bu dünyada bir iman əhli kimi yaşayıb, huzuruna iman əhli kimi köçməyi nəsib eləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi ecmaîn. Bu dərs sizə ixlasla.com saytı tərəfindən təqdim olundu.